Yenilənmiş çərçivə sənədi. Bəli, müəllimlər, bildiyiniz kimi ötən gün ARTİ bütün ixtisaslar üzrə eyni zamanda Kurikulumdan yenilənmiş çərçivə sənədini təqdim elədi. Ekrana yaxın əyləşin. Yeni çərçivə sənədində hansı mövzular çıxarılmışdı, hansı mövzular əlavə olunmuşdu? Bu gün sizlərə onlar haqqında ətraflı məlumat verəcəm. Hətta müəllimlər, gəlin ötən ilin çərçivə sənədini müqayisəli şəkildə sizə izahını verim ki, sizlərdə də fikir formalaşsın. Birinci qeyd eləmək istəyirəm ki, müəllimlər, hüquqi savadlılıq bölməsi var idi, xatırlayırsınız, ötən çərçivə sənədində. Hüquqi savadlılıq bölməsi demək olar ki, tamamilə yeni çərçivə sənədində çıxarılmışdı. Həmin o bölmədə bizə qalıbdı bir dənə nə? Fən kurikulumlarına aid əsas terminlər. Xatırlayırsınızsa, orada biz inteqrasiya mövzusunu da keçirdik. Yalnız inteqrasiya qalmışdı. Məzmun standartları var idi. Hansı ki, məzmun xətləri, əsas standart, alt standart. Bunların hamısını artıq belə deyək də çıxartmışdılar. Onu da qeyd edeyim ki, müəllimlər, inteqrasiya mövzusu kurikulumda deyərdim ki, ən çətin mövzulardan biridir. Bugünə qədər kurikulumdan bazası olan müəllimlər bu mövzunu ümid edirəm ki, daha yaxşı başa düşəcəklər. Dediyim kimi, ilk dərsimiz əvvəllər biz hüquq vəzifələr, yəni təhsil haqqında qanundan başlayırdıq, etik davranış və s. bunları keçirdiksə, bu il artıq onları keçirilməyəcək, yəni yeni çərçivə sənədində yoxdur. Bu il ilk dərsimiz olacaqdır inteqrasiya mövzusu. Olduğu kimi qalan inteqrasiya mövzusu qalmaqdadır müəllimlər. Fən daxilidir, fənlər arasıdır, fən üstü inteqrasiyadır, bunlar qalmaqdadır. 21-ci əsr kompetensiyalarının formalaşması, bu da olduğu kimi qalır, heç bir dəyişiklik yoxdur. Təfəkkürün növləri, hansı ki, məntiqi təfəkkür, tənqidi və yaradıcı təfəkkürü keçirdik. Təfəkkürün düşünmə formaları var idi, abstrakt düşüncə və s. Bunlar hamısı olduğu kimi keçiriləcəkdir, heç bir dəyişiklik yoxdur. Metakognitiv bacarıqlar, bilik və fəaliyyətin növləri olduğu kimi qalmışdır və əsas dəyişikliklərdən biri taksonomiyadadır müəllimlər. Bilirik ki, taksonomiyanın 3 növü var. Bloom'un idrak taksonomiyası, emosional taksonomiya və psixomotor taksonomiya. Yeni çərçivə sənədində yalnız Bloom'un idrak taksonomiyası saxlanılmışdır. Digər, yəni emosional və psixomotor taksonomiya çıxarılmışdır. Artıq bunlar keçirilməyəcəkdir. Səriştələr mövzusu biz keçirdik. Amma mövzu olaraq qalıbdır, həmin səriştələr mövzusunda yenilik nədən ibarətdir müəllimlər? Səriştələri biz Doktor Normanın dərin bilik səviyyələri nəzəriyyəsinə istinad edərək keçəcəyik. Əslində, səriştələr mövzusu bizə yad deyil, onu bilirik. Sadəcə bu il Doktor Normanın dərin bilik səviyyəsi nəzəriyyəsinə istinadən keçiriləcəkdir. Təlim formaları və modelləri müəllimlər heç bir dəyişiklik yoxdur. Yəni, layihə əsaslı öyrənmədir, oyun əsaslıdır, problem əsaslıdır və s. Bunlar hamısı olduğu kimi qalıbdır, heç bir dəyişiklik yoxdur. Başqa gəlin baxalım görək birlikdə. Təlim strategiya və texnikaları, yəni təlim üsulları. Heç bir dəyişiklik olmayıbdır müəllimlər. Bütün üsullar olduğu kimi yerində qalıbdır. Yalnız bir təlim üsulu ki var. Gəlin bunu indi sizə göstərəcəm. Baxın, SWOT analizi. Bax, bu yeni əlavə olunmuş təlim üsuludur. Yeni əlavə olunmuş bir dənə bu üsulların içərisində yenilik bundan ibarətdir. Qalan hamısı olduğu kimi qalmaqdadır. Sağ olsun, qonşularımız da gözləyib bayaqdan ki, mən video çəkəndə oradan iş görsünlər. Davam edək, illik və gündəlik planlaşma yenə olduğu kimi qalıbdır, heç bir əlavə və dəyişikliğimiz yoxdur. İnteraktiv təlimdir, yəni şagird yönümlü təlim. Bu da qalmaqdadır, heç bir dəyişiklik yoxdur. Yəni problemin qoyulmasıdır, şagird cəlb olmasıdır, sual-cavab texnikası və s. Bunlar olduğu kimi qalır. Müəllim fasilitasiya bacarığı qalır. İnklüziv və diferensial yanaşma bildiyimiz mövzulardır, bu da qalmaqdadır. Öyrənmə tərzləri. Müəllimlər, burada yeni iki mövzu əlavə olunmuşdur, indi diqqətinizə çatdıracaq. Təlimdə rəqəmsal vasitələr və süni intellekt. Hansı ki, Google Classroom'dur, Kahoot'dur, ChatGPT'dir, hansı ki, ən çox bugün istifadə etdiyimizdir və s. Bax, bu vasitələr, əslində müəllimlər, mövzu yeni olsa da çətin mövzu deyil, hamımız ondan istifadə edirik. Bax, bu vasitələr bizim təlimdə, belə deyək, fəaliyyətimizə hansı köməklər var, onlarda necə səmərəli istifadə edə bilərik. Bax, bu mövzu əlavə olunmuşdur və tədrisdə
dizayn düşüncəsi. Desin, bax bu mövzu, bizdə dəqiqə qaldıram. Bir də tədrisdə dizayn düşüncəsi müəllimlər. Bu mövzu da yenidir. Qiymətləndirmə müəllimlər olduğu kimi qalıbdır. Heç bir dəyişikliğimiz yoxdur. Qiymətləndirmədə baxın olduğu kimi qalıbdır. Köhnə çərçivə sənədində olduğu kimi qalıb. İkinci gəldik sonra pedaqoji səriştəlikdə müəllimlər. Bax, təhsildə müasir pedaqoji yanaşmalar. Bu da olduğu kimi qalır. Əməkdaşlıqdır, konstruktiv rəydir, refleksiyadır. Bunların hamısını keçirdik. Onsuz da bu olduğu kimi qalmaqdadır. Şəxsiyyətin formalaşmasında və inkişafında məktəbin və müəllimin rolu. Bu mövzu qalır. Əsas məsələ müəllimlər nəzəriyyələr. Heç bir nəzəriyyə çıxarılmamışdır. Bütün nəzəriyyələr olduğu kimi qalır. Yalnız 2 nəzəriyyə əlavə olunub. Diqqət edin müəllimlər. Bax, bu 2 nəzəriyyə yenidir, bilirəm. Heç kim bu nəzəriyyələri sevmirdi. Bu təlim vaxtı da görürük, hər kəs şikayət edir, öyrənirdi. Və sizin belə deyək ki, o arzu istəklərinizi nəzərə alaraq artıq 2 yeni nəzəriyyə əlavə eləmişdir. Brunerin, bax, diqqət edin, Brunerin kognitiv öyrənmə nəzəriyyəsi və tədqiqat əsaslı öyrənmə. Əslində bu nəzəriyyələr çətin deyil müəllimlər. İnanın, mən özüm də qısa bir araşdırma elədim. Çox maraqlı və daha tez mənimsənilə biləcək nəzəriyyələrdir. İkinci nəzərimiz Rogersin, deməli, şəxsiyyət yönümlü yanaşma. Əslində bu da şəxsiyyət tiplərini biz keçəndə, orada biz demək olar ki, bu mövzuya toxunuruq. Nəzəriyyələrdən dediyim kimi, Bruner və Rogersin nəzəriyyələri əlavə olunmuşdur. Qalan hamısı Karl Dweck'dir, Gane'dir, Goleman'dır, Karl Jung'dur, Bandura'dır və s. Bunların hamısının nəzəriyyələri olduğu kimi qalmaqdadır. Sosial emosional öyrənmə müəllimlər bildiyimiz bir mövzudur, keçirdi. İndi sosial öyrənməni Kessel, indi bu mən ingilis dilini mükəmməl bilmirəm, ola bilər düz tələffüz eləmirəm. Kessel, yəni Kessel modeli nədirsə, bax, onu əsaslanaraq öyrənəcəyik. Qalan, yenə deyirəm, olduğu kimi qalır. Pozitiv intizam və bərpa edici yanaşma, bax, bu yeni mövzulardandır. Gəlin, pozitiv intizam və bərpa edici. Bizcə dəqiqə müəllimlər, gəlin görə bu dəyişiklik olubdurmu? Bax, bu dediyim kimi yeni mövzudur müəllimlər. Bax, bu qeyd olanlar, bizcə dəqiqə işarəli. Pozitiv intizam və bərpa edici yanaşma. Mövzu adı olaraq yeni olsa da, əslində biz bunu sinir mühitində, idarə etmədə biz bu mövzulara toxunmuşduq. Bu linkli qalır, şagird davranışının idarə olmasıdır, müəllim şagirddir, müəllim valideyn münasibətləridir, bu strategiyalardır. Bunlar olduğu kimi qalır. Burada dediyim kimi, pozitiv intizam və bərpa edici yanaşma yeni mövzudur. Bir də sosial emosionalına bax, bu modelə əsaslanaraq keçiriləcəkdir. Və hamını narahat edən bir əsas məqam, bir əsas sual, bu yeni çərçivə sənədinə uyğun olaraq dərsləri necə əldə edəcəyik? Müəllimlər, bax, Gülər müəllimənin gördüyünüz bu kitabı yenə olduğu kimi qüvvədədir. Burada bir çox, hansı ki bunları qeyd elədim, hansı mövzular ki yeni əlavə olunub, biz onu qruplarımıza yeni dərsli PDF-ini hazırlayıb göndərəcəyik. Qalan bütün mövzular bu kitabda olduğu kimi tədris olunacaqdır. Buradan çıxarılan bir-iki mövzu var ki, onları da oxumayacaqsınız. Amma tövsiyə edirəm, çünki o çıxarılan mövzular elə mövzulardır ki, hansı ki bugün keçəcəyimiz mövzularla sıx əlaqəlidir. Bax, onları oxusanız daha yaxşı olar, öz fəaliyyətiniz üçün yaxşıdır. Yəni, bu kitabdan rahatlıqla istifadə edə bilərsiniz. Bütün mövzular olduğu kimi bu kitabda var. Yeni mövzular ki var, bayaq dediyim 2 nəzəriyyədir. Burada 3-4 mövzudur ki, bunları da biz öz qruplarımıza yeni dərs materialını tərtib edib atacağıq. Əlavə olaraq müəllimlər qeyd edeyim ki, noyabr ayında artıq yeni qruplarımız, inşallah noyabr ayının üçündə yeni qruplarımızla dərslərimiz başlayacaq. Bildiyiniz kimi mən yeni qruplarımla Zoom üzərindən dərslər keçəcəm. Zoom'un üstünlükləri nədir müəllimlər? İndi Zoom dərsləri keçən müəllimlər bilirlər. Zoom birbaşa müəllimlə müdavim arasında ünsiyyət yarada bilir. Yəni, başa düşmədiyiniz, anlamadığınız məqam olarsa, anında sual verə bilirsiniz. Və bu ilki müsahibələrdə də biz bunun şahidi olduq ki, çox savadlı, peşəkar müəllimlərimiz var. Həqiqətən, sadəcə olaraq müəllimlərimizin bugünkü əsas problemlərdən biri nədir? Özünü ifadə etmə bacarığı. Bəziləri utanır, bəziləri çəkinir. Ünsiyyət qurma bacarıqları demək olar ki, zəifdir.
Zoom dərslərinin əlavə üstünlüyü ondan ibarətdir ki, hər bir müəllimə fərdi yanaşma olur. Hər bir müəllimlə fərdi qaydada sual-cavab edirəm. Yeni dərslər sual-cavab formatında keçirilir. Yəni, mühazirə şəklində mən danışım, kimsə pasiv dinləsin, olmur. Hər bir müəllimlə fərdi qaydada dərsin müəyyən hissəsini izah etdikdən sonra sual-cavab edirəm. Və növbəti dərs yeni dərsə keçməzdən əvvəl mütləq əvvəlki dərsə sual-cavab edib, ondan sonra yeni dərsə keçirir. Qeydiyyatımız davam edir müəllimlər. Dərsə qoşulmaq istəyən müəllimlərimiz ekranda görünən aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm.